Biləsuvar rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Zəhmədabad kəndində olub. Belə ki, axşam saatlarında yolda idarə etmədən çıxan Lexus markalı minik avtomobili kanal aşıb. Qəza nəticəsində maşında olan 5 nəfər suda boğularaq ölüb. İlkin məlumata görə qəzada ölənlərdən 4-ü qonşu Bağbanlar kəndinin sakinləridir. 2 qardaş, əmi oğlu və qonşu olan gənclər qonaq dostlarını evlərinə aparırmışlar. Qəza gecə saatlarında olduğundan hadisədən gec xəbər tutulub. Qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məhəmmədli, 2007-ci il təvəllüdlü Əli qardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib. Məlumata görə Rusif və Vasif Həsənli qardaşdır. Beydili kənd sakini olan Əli qardaş Rəsulzadə yaxın günlərdə hərbi xidmətə gedəcəkmiş.